Mən artıq evdə deyiləm. Toyuğun da səsindən bildiyiniz kimi artıq evdə deyiləm. Yəni o qaldığım evdə deyiləm. Dünənlərim mama yazdı ki, istən köç gəl bizə. Baxdım da görürəm də keyfin zadın yoxdur. Yəni köç gəl bizə. Mən heç düşünmədim. Sumkaları yığdıq, taksi çağırdım, gəldim. Paltarı zad gətirdik də belə, tələsik. Heç nə də çəkə bilmədim də, storydə filan. Dünəndən bəri buradayıq. Daimi köçmüşəm, yoxsa müvəqqətidə o bilmirəm hələ, zaman göstərəcək onu. Uşaqlar da burada məktəbə gedəcəklər, yəni məktəbində dəyişmirəm. Burada məsafə ilə, oradan eynidir də. Belə, yəni, düşünürəm ki, həyət evində yaşamaq, günəşi görmək, ağaclar filan hamısı açıb, baxın, orada göstərə bilərəm sizə, hamısı baxın. Ağaclar, güllər açacaq indi burada güllər açacaq. Onlar hamısı mənə yaxşı təsirləyəcək. Ona görə də, burada evlər böyüdür, evdə heç kim yoxdur. Yəni, bir dənə mama olur. Mama da ki, mağazində olur bütün günü. Yəni, ev tək oluruq da, tək olacaq da, yəni evdə. Burada bacılarım da buradadır. Hərənin özünün ayrı-ayrı evi var, ha. Papam buradadır. Tam düz 20 ilə yaxın, təxminən 20 ilə sonra təzədən döndüm bura. Mən buradan evlənib getmişdim də, həmin qaldığım evə. O da məndir, bu da bizimdir. Mən qardaşım yoxdur da, biz 3 bacıyıq. Belə, xeyirlisi. Bir də o bilirəm ki, indi sevinir. Xalası qız da buradadır, onun rəfiqəsidir də. Dayısı nədir? Teyzələr durur, oynayır, səhər onunla bir yerdə oynayırlar, həyətə düşür, çıxır. Elə Fidan da mənim kimi qalmışdıq orada 4 divarın arasında. Gedib gələcəm də evə. Yəni. Əvvəlsəm kirayə verim, sonra dedim, yox, lazımdır. Orada mən əşyalarım filan var. Heç həmi gətirməmişəm də. Bir dənə paltar, bir də kosmetika filan. Paltar yanım da buradadır. Bax, o deyə orada. Belə yəni. Xeyirlisi.